Konsert proqramı Vüqar Camalzadənin Zəngəzur əsəri ilə başlayır. Daha sonra bütövlük Mahirə Nağı qızının Vətən, Cürət rəqsi, Fuad Musayevin Can qardaş, Çağırış kompozisiyası, Marş Adam, Dalia Kucolo, Naxçıvanın Bahar Hora, Türkün Qartalları, Bela Çau, eləcə də Azərbaycan xalq mahnısı Nargilə səsləndirilib. Proqramda Sevincin İnciləri ansamblı, xor və rəqs qrupları, vokal ifaçıları, həmçinin kollecin tələbələri çıxış ediblər. Musiqi nömrələri milli və müasir üslubun vəhdəti ilə seçilərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rəngarəng səhnə nömrələri və yüksək ifaçılıq bacarığı ilə yadda qalan konsert proqramı tamaşaçılarda xoş təəssürat yaradıb. Artıq 3 ildir ki, Sevincin İnciləri Qanun Çalanlar ansamblı fəaliyyət göstərir. Dəfələrlə solo konsert vermişik və bu gün də həmin solo konsertlərimizdən birini həyata keçirdik. Bildiyimiz kimi may ayında bizim ümumilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Biz də bir Naxçıvan camiası olaraq, Naxçıvan incə sənətinin insanları olaraq İstədik ki, bizim də hər zamanki kimi bu möhtəşəm günə bir, necə deyim, əlimizdən gələni əsirgəməyəcək bir iş ortalığa çıxaraq və bugün bunun təqdimatı oldu. Gördüyüm sevgidən, dəstəkdən dolayı çox xoşbəxtəm. Hər birinizə sonsuz minnətdarlığımı bildirirəm, əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Həsən Məmmədov, Arzu Sadiqov, NTV Xəbər.